xeyir. Birinci hissə toplu sifət bölməsini izah edəcəm. Baxaq birinci testdən. Baxın, birinci testdə burada zən müqayisə yaradır. Müqayisə nə ilə düzəlir? Mu ilə IA ilə. Baxsın, burada mu harada var? C-də var, bir də E-də IA var. Çünki large A-dır, ES-də üstünlükdür, most-da üstünlükdür. Və yadınızda saxlayın, large təkidəli sifət olduğuna görə biz mu ilə bunu işlədə bilmərik. Və yaxud da mu-dan sonra IA şəkli qəbul edə bilməz. Yəni cavab qalır burada Y variantı. İkinci sualda da həmçinin baxaq, burada zən. Zən hansı dərəcəni yaradır? Müqayisə. Müqayisə nə ilə düzəlir? Mu ilə IA ilə. IA şəkli qəbul edən yalnız sifətimiz Y variantdır. Z most üstünlükdür, E most üstünlükdür, ES üstünlükdür, small da adi dərəcədir. Üçüncü suala baxaq. Zən yenə də müqayisə yaradır. Müqayisə mu ilə IA ilə düzəlir. Burada cavab B variantdır. Mu-dan sonra gələn sifət IA qəbul edə bilməz. Ümumiyyətlə, tol sözü təkidəli sifət olduğuna görə onun müqayisə dərəcəsi mu ilə yox, IA şəkilçisi ilə düzəlməlidir. Baxın, burada tol adıdır, Z tol üstünlükdür. Ümumiyyətlə, tol dediyi təkidəli sifətdir, mostla düzələ bilməz və yaxud da sifətin üstünlük dərəcəsinin qarşısına Z gəlməlidir. Gəlmədiyinə görə də Y səhvdir, cavab qalır B variantı. Dördüncü sualda zən müqayisə yaradır. Müqayisə mu ilə IA ilə düzəlir. Mu-dan sonra gələn sifət IA şəkli qəbul edə bilməz. Yalnız burada cavabımız qalır C variantı. Deməli, 5-ci və yaxud 6-cı testlərə baxaq. Zən müqayisə yaradır. Müqayisə mu ilə IA ilə düzəlir. Most üstünlükdür. Z is üstünlükdür. Is adıdır. Mu-dan sonra IA şəkli gəlməz. Çünki is sözü təkidəli sifətdir. Onun müqayisə dərəcəsi IA ilə düzələr. Mu ilə düzələ bilməz. Yəni cavab burada qalır D variantı. 6-cı sualda zən müqayisə yaradır. Müqayisə mu ilə IA şəkilçisi ilə düzəlir. Long sözü təkidəli sifət olduğuna görə mu ilə götürə bilmərik. Cavab qalır B variantı. 7-ci suala baxaq. Bir daha zən müqayisə yaradır. Sin adıdır. Mu-dan sonra IA gələ bilməz. Cavab burada C variantdır. Most üstünlükdür. Yesti də üstünlükdür. Zən isə nə yaradır? Müqayisə yaradır. 6-cı sualda zən müqayisə dərəcəsi yaradır. Z most üstünlükdür. Is üstünlükdür. Mu-dan sonra IA gələ bilməz. Most üstünlük yaradır. IA müqayisə yaradır. Zən də müqayisə yaradan bağlayıcıdır. 9-cu və yaxud 10-cu suala baxaq. 9-cu sualda zən burada müqayisə yaradır. Tol adıdır. Tol təkidəli sifətdir. Mu ilə düzələ bilməz. Müqayisə IA və yaxud mu ilə düzəldiyinə görə cavab C variantdır. ES üstünlükdür. Most nədir? Üstünlükdür. Deməli, bizdən choose the line of the adjective sifəti soruşur. Hansı variantlarda sifət işlənmişdir? Skyscraper göydələn isimdir. Crop məhsul isimdir. Protect qorumaq, müdafiə etmək feildir. Pomegranate nar burada isimdir. Cavab D variantı. 11-ci sualda in, at, on üstünlük dərəcəsi yaradır. Kökdən dəyişən sifətlərdir. Qudun üstünlük dərəcəsi olur. The best. Cavab qalır D variantı. Deməli, 12-ci və yaxud 13-cü testlərə baxaq. One of üstünlük dərəcəsi yaradır. Təkidəli sifətlərin üstünlük dərəcəsi ESD ilə və sifətin qarşısına Z gəlməklə düzəlir. İkicəli sifətlərin üstünlük dərəcəsi isə Z most ilə düzəlir. Yəni, burada da one of üstünlük dərəcəsi yaratdığına görə cavab olmalı Z most splendid Y variantı. Baxın, splendid adıdır. Sifətin üstünlük dərəcəsinin qarşısında Z olmalıdır. Splendid adıdır. Mu da müqayisə yaradır. 13-cü sualda one of üstünlük dərəcəsi yaradır. Sifətin üstünlük dərəcəsində Z most important olmalıdır. Olmadığına görə A səhvdir. Mu müqayisə yaradır. Important adıdır. Important adıdır. Deməli, cavab qaldı Z most important B variantı. Deməli, very adi dərəcəni yaradır. ESD üstünlükdür. IA müqayisədir. Mu müqayisədir. ESD üstünlükdür. Cavab qaldı D variantı. Yəni, adi dərəcənin heç bir fərqləndirici əlaməti olmur. 15. Zən müqayisə yaradır. Most üstünlükdür. ESD üstünlükdür. Most üstünlükdür. Mu-dan sonra IA şəkilçisi gələ bilməz. Ümumiyyətlə, nice təkidəli sifətlərdir. Onun müqayisə dərəcəsi IA-nın düzəlməlidir. Cavab A variantı. Deməli, 16-cı və 17-ci testə baxaq. Zən müqayisə yaradır. Bədin müqayisə dərəcəsi böyüsdür.
Deməli, worst üstünlükdür, good adıdır, bad adıdır, best də nədir? Üstünlükdür. Then isə orada nə yaradır? Müqayisə yaradır. 17-də as adi dərəcəyə aiddir. More müqayisədir. The most üstünlükdür. IA müqayisədir. Is üstünlükdür. Cavab C variantı. Sadəcə olaraq sifət. Biz more'dan sonra IA gələ bilməz. Məsələn, last tək hecalı sifətdir, mostdan düzələ bilməz. Sifətin üstünlük dərəcəsinin qarşısına EST gələ bilməz. EST düzəlir, ancaq qarşısına mütləq Z artıqlı gəlməlidir. Bunları da əlavə olaraq deyə bilərik. Sadəcə olaraq əsas konkret olaraq adi dərəcənin bağlayıcısı olduğuna görə yalnız C variantı qalır. Deməli, 18-ci testə baxaq. 18-də zən müqayisə yaradır. Interesting adı, the most interesting üstünlük, interesting adı, sifətin üstünlük dərəcəsinin qarşısında Z olmalıdır, yoxdur. Həmçində cümləmiz müqayisə dərəcəsindədir. İki hecalı sifətlərin müqayisə dərəcəsi ondan düzəlir. Yəni cavab qalır C variantı. 19-cu suala baxaq. Zən müqayisə yaradır. The most üstünlükdür. Comfortable adıdır. Most üstünlükdür. Comfortable adı dərəcədir. Cavab qalır C variantı. 20-ci sualda. As adi dərəcəni yaradır. All da müqayisədir. The oldest üstünlükdür. More'dan sonra IA gələ bilməz. All tək hecalı sifətlərdir. Müqayisə dərəcəsi və yaxud üstünlük dərəcəsi IA və yaxud EST ilə düzəlir. The mostdan düzələ bilməz. Cavab qalır B variantı. 21-ci sualda. As adi dərəcədir. Deməli cavab burada strongdur. The most üstünlükdür. Strong'a müqayisədir. Most strong müqayisədir. Most isə üstünlükdür. 22-də as adi dərəcəyə aid olur. Adi dərəcə yalnız sifət tələb edir. Cavab burada olur difficultdır. D variantıdır. More müqayisədir. More müqayisədir. Most üstünlükdür. Most üstünlük yaradır. Həmçində sifətin üstünlük dərəcəsinin qarşısına Z gəlməlidir. Burada gəlmədiyinə görə səhvdir. 23-cü sualda as adi dərəcəyə aid olur. The most üstünlükdür. Fast tək hecalı sifətlərdir. Mo-la düzələ bilməz. Fastest üstünlükdür. Fast da müqayisədir. Cavab A variantı. Deməli, üzrü sayın. Zən müqayisə yaradır. Have adidir. Mo'dan sonra IA gələ bilməz. Have adidir. Most üstünlükdür. Müqayisə IA şəkilçi ilə və yaxud mo-la düzəlir. Cavab B variantı. 25-də zən müqayisə yaradır. Cavab A-dır. Tol sözü IA şəkli qəbul edir. Müqayisədir. EST üstünlükdür. Tol adıdır. Most üstünlükdür. Tol tək hecalı sifəti olduğuna görə onun müqayisə dərəcəsi mo-la yox, IA ilə düzəlməlidir. Burada mo-la düzəldiyinə görə səhvdir. Cavab B variantı. 26-cı testdə zən müqayisə yaradır. Mo-dan sonra IA gələ bilməz. Chip üstünlükdür. Ümumiyyətlə sifətin üstünlük dərəcəsinin qarşısında Z olmalıdır. Chip adıdır. Həmçində D-də də adi dərəcədədir. Cavab qalır chipə B variantı. 27-də zən müqayisə yaradır. Mo-dan sonra IA gələ bilməz. İz adidir. EST üstünlükdür. Müqayisə IA mo-la düzəldiyinə görə cavab Y variantı. Deməli, 28 və yaxud 29-cu testə baxaq. Adi və müqayisə dərəcəsindən sonra sayılan isim gəlirsə, həmin ismin qarşısında EN artıqlı gəlməlidir. Bax, burada boy oğlan sayılan isim olduğuna görə bu olmalıdır. Deməli, he is a slight boy. Zən 29-da müqayisə yaradır. Low adidir. Most üstünlükdür. Adidir low. Mo'dan sonra IA gələ bilməz. Cavab Y variantı. 30-cu sualda zən müqayisə yaradır. The sanis üstünlükdür. Sani adidir. Sani adidir. Most üstünlükdür. Ümumiyyətlə bir də sifətin üstünlük dərəcəsinin qarşısında Z artıqlı gəlməlidir. Və cümləmizdə də zən müqayisə yaratdığına görə müqayisə IA ilə mo-la düzəlir. Yəni cavab qalır C variantı. Deməli, zən müqayisə yaradır. Cavab A variantdır. Sweet adi dərəcə, the most üstünlükdür. Mo-dan sonra IA gələ bilməz. Sweetest üstünlükdür və sifətin üstünlük dərəcəsinin qarşısına Z gəlməlidir. Gəlmədiyinə görə səhvdir. Cavab A variantı. 32-də zən müqayisədir. Coldest üstünlükdür. Cold adidir. Cavab C-dir. Mo-dan sonra IA gələ bilməz. Cold da burada adi dərəcədədir. Deməli,
33-cü testə baxaq. Zən müqayisə dərəcəsi yaradır. Cold tək hecalı sifətdir. Mo-la olmaz. Cold adi dərəcədədir. Yes üstünlükdür. Most da üstünlükdür. Cavab D variantı. Zən müqayisə yaradır. Hot adidir. Mo-dan sonra gələn sifət ya qəbul edə bilməz. Most üstünlükdür. Yes üstünlükdür. Cavab B variantı. Deməli, zən müqayisə yaradır. Most üstünlükdür. Happy adidir. Happy üstünlükdür. Mo-dan sonra ia gələ bilməz. Cavab Y variantı. Zən müqayisə yaradır. Bədin müqayisə dərəcəsi worstdir. Cavab B variantı. Və kökdən dəyişən sifətlərin qarşısına heç vaxt da momos gələ bilməz. Deməli, 37-də zeri üstünlük dərəcəsi yaradır. Very adidir. Tolkativ adidir. Mo müqayisədir. Tolkativ də burada nədir? Adi dərəcədədir. Cavab qalır C variantı, yəni zemos tolkativ. 38-ci testdə deməli, bu as adi dərəcəni yaradır. Burada clever sözümüz müqayisə yaradır. Clever sözün özüdür. İkinci bir ia artırılıb, bu müqayisə yaradıb. Cavab B variantıdır. D-də as clever as olmalıdır. Olmadığına görə D səhvdir. Zən müqayisə yaradır. Clever sözünün sonuna ia əlavə etməliyik. As adi dərəcə yaradır. Clever üstünlükdür. As adi dərəcəyə aid olur. Burada cavab A-dır. IA müqayisədir. EST üstünlükdür. Z EST üstünlükdür. Təkcə mo müqayisə yaradır. Ümumiyyətlə, modan sonra gələn sifətdə ya şəkli qəbul edə bilməz. 40-cı sualda as adi dərəcəyə yaradır. Cavab burada B-dir. Fresh cümləsində IA müqayisədir. Modan sonra IA gələ bilməz. EST-lər də üstünlük yaradır. Zən müqayisə yaradır. Most üstünlükdür. Tol adidir. Zemost üstünlükdür. Modan sonra ia gələ bilməz. Cavab A variantı. Çünki tol sözü təşkicalı sifətdir. Onun müqayisə dərəcəsi mo-la yox, ia-la düzəldilməlidir. Deməli, 42-ci testə baxırıq. Zən müqayisə yaradır. Most üstünlükdür. EST üstünlükdür. Vice adidir. Modan sonra ia gələ bilməz. Cavab D variantı. Very adi dərəcə yaradır. Z üstünlükdür. Mo müqayisədir. EST müqayisədir. IA müqayisədir. Sadəcə olaraq easy A-dır. As 44-də adi dərəcə yaradır. Adi dərəcəyə sadəcə olaraq sifət gəlməlidir. Burada happy xoşbəxtdir. Happy-yə deməli müqayisədir. EST üstünlükdür. Mo müqayisədir. EST üstünlükdür. Deməli, 45-ci testə baxaq. Zən müqayisə yaradır. Bədin müqayisə dərəcəsi worstdir və kökdən dəyişən sifətlərin qarşısına momos gələ bilməz. Cavab B variantı. One of üstünlük yaradır. The most diligentdir. A variantdır. Mo müqayisə yaradır. Mo müqayisə yaradır. Diligent adıdır. Diligent adidir. Adi dərəcədir. Deməli, 47-ci sualda zən müqayisə yaradır. High adidir. High adi dərəcədir. High üstünlükdür. Modan sonra ia gələ bilməz. High-ə müqayisədədir. Cavab qalır D variantı. 48-ci testdə in, at, on üstünlük dərəcəsi yaradır. Burada cavab olur the oldest. My uncle the oldest man in the village. Mənim dayım kəndin ən yaşlı insanıdır. Deməli, 49-cu testdə as və yaxud not so as adi dərəcəni yaradır. Cavab A variantı longdur. Longa müqayisədir. Longest üstünlükdür. Mo müqayisə yaradır. Amma burada söhbət adi dərəcədən gedir. Match da müqayisə yaradır. Amma not as adi dərəcə aid olduğuna görə E-də səhvdir. Deməli, baxın, difficult subject, çətin vər, çətin fənd isim olduğuna görə mütləq artikel gəlməlidir. Cavab qalır burada D variantdır. Which was the most difficult subject you had at school? Sənin məktəbində ən çətin fənd hansıdır? 51-ci testə baxaq. Deməli, uşaqlar, baxın, burada as hansı dərəcəni yaradır? Adi dərəcəni yaradır. Large IA müqayisədir. EST müqayisədir. IA müqayisədir. Və E variantında da ikinci üstünlüklərin yerinə small isti qoysuq, sifətin üstünlük dərəcəsinin qarşısında Z gəlməlidir. Gəlmədiyinə görə səhvdir. Cavab qalır B variantı. 52-də as adi dərəcə aid olur. Sadəcə olaraq sifət gəlir. Bright burada A-dır. Bright-ə də IA müqayisə, EST deməli üstünlük.
Əzəz adı mu müqayisə, musta üstünlük. Deməli, 53-cü testə baxaq. 53-cü testdə burada görürsünüz Z var. Z üstünlük dərəcəsi yaradır. Mostdan sonra EST gələ bilməz. Üstünlük dərəcəsi EST ilə və yaxud Z mostdan düzəldiyinə görə cavab A variantı. Deməli, 54-də HV və HZ və üstünlük dərəcəsi yaradır. Qudun üstünlük dərəcəsi olur sifətdə Z best. Cavab C variantı. Zəm müqayisə yaradır. Deməli, qış günləri yay günlərinə nisbətən daha qısa olur. Cavab burada B-dir. Short adıdır. Z shortest üstünlükdür. Modan sonra ya gələ bilməz. Short da burada adi dərəcədədir. Deməli, 56 və yaxud 57-ci testə baxaq. Zən burada müqayisə yaradır. Zən müqayisə yaratdığına görə müqayisə mu ilə IA ilə düzəlir və mudan sonra gələn sifət IA qəbul edə bilməz. Cavab Y-dir. EST üstünlükdür. Easy adidir. Easy adidir. Deməli, baxaq bu cümlə. Winter, the coldest season of the year. Qış ilin ən soyuq fəslidir. Deməli, cümlə üstünlük dərəcəsində olmalıdır. The coldest. Cavab Y variantı. 58 və 59-cu testə baxaq. Zən müqayisə yaradır. Bədin müqayisə dərəcəsi worst-dür. Kökdən dəyişən sifətlərin qarşısına mos gələ bilməz. 59-cu testə baxaq. Cümlə ən bağlayıcı ilə birləşirsə dərəcələr eyni olmalıdır. Baxın, burada zən müqayisə yaratdığına görə hər iki tərəf müqayisədə olmalıdır. B variantında big ilə heavy adidir. C variantında üstünlükdür. D variantında mudan sonra ya gələ bilməz. Y variantında birinci tərəf müqayisədir, ikinci tərəf adidir. Bu da yanlışdır dedi. Çünki cümlənin bağlayıcı ilə birləşsə dərəcələr eyni olur. Cavab A variantı. Deməli, 60-cı testə baxaq. Burada have var. Have olduğuna görə bu üstünlük dərəcəsi yaradır. Wonderful adidir. More wonderful müqayisədir. Wonderful adi dərəcədədir. Most wonderful sifətin üstünlük dərəcəsinin qarşısında Z olmalıdır. Burada olmadığına görə səhvdir. Cavab qalır B variantı. İndi sual oluna bilər ki, müəllim, axı siz deyirsiniz ki, sifətin cümlə ən bağlayıcı ilə birləşirsə dərəcələr eyni olur. B variantında the most wonderful deməli üstünlükdür, beautiful adidir. Əgər cümlə dedi ən bağlayıcı ilə birləşirsə dərəcələr eyni olur. Amma birinci tərəfdə sifətin qarşısında the most və yaxud the mo gələrsə, bu hər ikisinə aiddir. İkinci tərəfdə beautiful'un qarşısında mostdur və yaxud üstünlük dərəcəsində ES'ni işlətməyə ehtiyac yoxdur. Yəni cavab qalır B variantı. 61-ci testə baxın. Very adi dərəcəyə aid olur. Zən müqayisə dərəcəsinə aid olur. Very adi dərəcəsinə aid olduğuna görə clever sözü burada müqayisədədir. Deməli A səhvdir. Modan sonra IA gələ bilməz. B variantımız səhvdir. EST üstünlük dərəcəsi yaradır. D səhvdir. Clever adi dərəcədir. Most üstünlükdür. Bu da yanlışdır. Cavab C variantı. Deməli, 62-63-cü testə baxaq. Zən müqayisə yaradır. Burada müqayisə more importantdir. Important adidir. Most üstünlükdür. The most üstünlükdür. Important adidir. In at on üstünlük dərəcəsi yaradır. Burada cavab qalır A variantı. Peter is the laziest boy in our class. Peter bizim sinifin ən tənbəl deməli şagirdidir. Oğlanıdır. Cavab qalır A variantı. 64-cü testdə baxın one of üstünlük dərəcəsi yaradır. Burada cavab A-dır. Modan sonra ya gələ bilməz. Sifətin üstünlük dərəcəsinin qarşısında Z olmalıdır. Mo müqayisə yaradır. Mostdan sonra EST gələ bilməz və yaxud sifətin üstünlük dərəcəsinin qarşısında Z gəlməlidir. Ümumiyyətlə üstünlük dərəcəsi EST ilə və də Z mostla düzəlir sifətin. Deməli, baxaq in at on üstünlük dərəcəsi yaradır. Burada Z most comfortable-dır. Comfortable adıdır. Comfortable adıdır. More comfortable müqayisədir. Sifətin üstünlük dərəcəsinin qarşısında Z olmalıdır. Olmadığına görə səhvdir. Not əzəz barəsində danışılan şəxs və əşya haqqında məlumat verilmədikdə işlədilir. Not əzəz adi dərəcə aid olduğuna görə ol da müqayisədir, el də müqayisədir. Z eldest və yaxud Z oldest üstünlük yaratdığına görə bunlar da yanlışdır. Cavab qalır B variantı. Deməli, zən müqayisə yaradır. Deməli, Z highest üstünlükdür. High adıdır. High adıdır. Modan sonra ya gələ bilməz. Cavab qalır B variantı. 68-də among üstünlük dərəcəsi yaradır. Burada Z tallestdir. Mo müqayisədir. Tall adıdır. Mostdan sonra EST gələ bilməz və yaxud sifətin üstünlük dərəcəsinin qarşısında Z olmalıdır.
Deməli, Z most üstünlükdür, IA müqayisədir. Bir cümlədə 2 dərəcə ola bilməz və yaxud da tol təchizalı sifəti olduğuna görə onun müqayisə və yaxud üstünlük dərəcəsi IA ilə və yaxud EST ilə düzəlir. Deməli, 69 və yaxud 70-ci testə baxaq. In at 10 üstünlük dərəcəsi yaradır. Cavab burada Z pretty E variantdır. Mo müqayisə yaradır. Mo müqayisə yaradır. Pretty adi dərəcədədir. Mostdan sonra EST gələ bilməz. Cavab Y variantı. 70-ci suala baxın. Burada zən var. Elde-dən sonra zən bağlayıcı gələ bilməz. Deməli, ikinci tərəfdə in at 10 gəldiyinə görə üstünlük dərəcəsi olmalıdır. Old burada adidir. Cavab D variantı. 71-ci testə baxaq. Deməli, bu ikinci tərəfdə baxın. Zən müqayisədir. High üstünlükdür. High adidir. Mo'dan sonra İ'yə gələ bilməz. Mostdan sonra EST gələ bilməz. Yəni, cavab qaldı A variantı. Deməli, 72-ci testdə deməli, zən burada 72-ci testdə baxın, zən burada müqayisə yaradır. Müqayisə yaratdığına görə qudun müqayisə dərəcəsi B-tədir. Kökdən dəyişən sifətlərin qarşısında da most gələ bilməz. Deməli, one of baxaq burada üstünlük dərəcəsi yaradır. Cavab burada C variantdır. IA müqayisədir. Mo müqayisədir. Mostdan sonra EST gələ bilməz. Sifətin üstünlük dərəcəsinin qarşısına Z artıqlı gəlməlidir. Yəni, cavab qalır C variantı. Deməli, 74-cü testə baxaq. 74-cü testdə zən müqayisə yaradır. Müqayisə IA ilə Mo-dan düzəlir. Yalnız bu A variantda var. Cavab qalır A variantı. 75 və 76-cı testlərə baxaq. Deməli, sifətin üstünlük dərəcəsinin qarşısında Z olmalıdır. Qudunun üstünlük dərəcəsi olur Z best olur. One bir sayılan isimdir. Burada artikl olmalıdır. Artikl olmadığına görə səhvdir. Həmçinin B təmdə qarşısına artikl olmalıdır. Olmadığına görə səhvdir. Cavab C variantı. Deməli, əz adi dərəcəyə aiddir. IA müqayisədir. Cavab burada B-dir. Əz adidir. IA müqayisədir. Zən müqayisə yaradır. Kind sözünü IA qəbul etməlidir. Qəbul etmədiyinə görə səhvdir. Əz adi dərəcədir. Kind üstünlük dərəcəsidir. Yanlışdır. Cavab qalır B variantı. 77-ci suala və yaxud 78-ci suala baxaq. Deməli, burada baxaq, zən müqayisə yaradır. Müqayisə dərəcəsi IA Mo-dan düzəlir. Is adidir. Is adidir. EST üstünlükdür. Mo-dan sonra IA gələ bilməz. Cavab Y variantı. 78-də zən müqayisə yaradır. EST üstünlükdür. Sweet adidir. Z most üstünlükdür. Mo-dan sonra IA gələ bilməz. Cavab Y variantı. 79-cu suala baxaq. Among üstünlük dərəcəsi yaradır. Deməli, Z most talented olur. Talented adıdır. Z best olmalıdır. Z'si yoxdur. Mo müqayisədir. Talented adıdır. Among üstünlük dərəcəsinə aid olur. Burada cavab Z most intelligentdir. Sifətin üstünlük dərəcəsinin qarşısında Z'si olmalıdır. Burada yoxdur. Among üstünlükdür. Very adidir. Üstünlük dərəcəsinin qarşısında Z olmalıdır. Həmçinin Y-də də üstünlük dərəcəsi yoxdur. 81-ci testdə of-all üstünlük dərəcəsinə aid olur. Tək hecalı sifətlərin üstünlük dərəcəsi EST ilə, iki hecalı sifətlərin üstünlük dərəcəsi Z most ilə olur. Yəni, cavab burada D-dir. Mo müqayisədir. Üstünlük dərəcəsinin qarşısında Z olmalıdır. E variantı da adi dərəcədədir. 82-ci testdə deməli, baxın, not, so, as barəsində danışılan şəxs və əşya haqqında məlumat verilmədikdə not əzəzin əvəzinə not so əzi biz işlədə bilirik. Yəni, not so əzdə adi dərəcə aid olur. Adi dərəcə aid olduğuna görə burada cavab qalır A variantı. 83-cü testdə baxın. Deməli, 83-cü testdə də əzəz burada adi dərəcəyə aid olur. Adi dərəcəyə aid olduğuna görə 83-cü testimiz. Deməli, burada cavab olacaq colddur. Cold üstünlükdür. IA müqayisədir. Mo müqayisədir. Most üstünlük. Yenə də 84-də də əzəz adi dərəcəyə aid olur. Cavab burada A-dır. IA müqayisədir. EST üstünlükdür. Mo müqayisədir. EST üstünlükdür. 85 və yaxud 86-cı testə baxaq. Əzəz adi dərəcəyə aid olur. Cavab A-dır. Mo müqayisə, IA müqayisə, EST üstünlük. Z sifətin üstünlük dərəcəsinin qarşısına gələr. Müqayisədə gəlməz. Həmçində əzəz də adi dərəcəyə aiddir. Zən müqayisə yaradır.
Tək-hecalı sifətlərin müqayisə dərəcəsi IA-la, iki-hecalı sifətlərin müqayisə dərəcəsi MU-la düzəlir. Yəni cavab burada Y variantı. Deməli, MU-dan sonra IA gələ bilməz, MUS-dan sonra EST gələ bilməz. TASD tək-hecalı sifətlərdir. Bunun üstünlük dərəcəsi EST ilə düzələr, MUS-la düzələ bilməz və yaxud sifətin üstünlük dərəcəsinin qarşısına Z gəlməlidir. Burada cavab B variantıdır. Adi və müqayisə dərəcəsindən sonra sayılan isim gəlirsə, həmin ismin qarşısında EN artığı gəlməlidir. Cake və tort burada sayılan isimdir, artikl olmalı idi. Cavab qaldı B variantı. 88-ci testdə one of üstünlük dərəcəsi yaradır. Deməli, Z most diligentdir. Most üstünlük yaradır, Z-si yoxdur. Mu müqayisə yaradır. Burada ümumiyyətlə EST yoxdur. İki-hecalı sifətlərin üstünlükləri base-dən yox, Z most-dan düzəlir. Cavab qalır B variantı. 89-cu testdə burada da cavab A variantı olacaq. Cold adi dərəcə, sifətin üstünlük dərəcəsinin qarşısında Z olmalıdır. Cold iki-hecalı sifətdə most-dan düzələ bilməz. Cümlənin tərcüməsinə görə autumn is not the coldest season of the year. Payız ilin ən soyuq fəsli deyildir. Cavab A variantı. Deməli, 90-cı suala baxaq. Mu-dan sonra IA gələ bilməz. Match müqayisə yaradır. Bu clever sözümüz IA qəbul etməlidir. Qəbul etmədiyinə görə səhvdir. Most üstünlük dərəcəsi yaradır. Clever adidir. Very adi dərəcə aid olur. Clever isə burada müqayisədir. Cavab A variantı. Deməli, 91-ci testdə have və has üstünlük dərəcəsi yaradır. Burada üstünlük dərəcəsi most beautifuldur. Cavab qalır D variantı. Çünki sifətin üstünlük dərəcəsində tək-hecalı sifətlər EST ilə, iki-hecalı sifətlər isə Z most-la düzəlir. Not as adi dərəcə aid olur. Yəni cavab qalır D variantı. Deməli, 93-cü sualda zən burada müqayisə yaradır. Müqayisə mu-la IA-la düzəlir. Mu-dan sonra gələn sifət IA şərti qəbul edə bilməz. Cavab B variantı. Deməli, 94-cü testdə zən müqayisə yaradır. Qudun müqayisə dərəcəsi BT-dir. Kökdən dəyişən sifətlərdir. Cavab qalır D variantı. Əzəz adi dərəcə aid olur. Cavab Y-dir. Deməli, match müqayisə yaradır. A ona görə səhvdir. EST üstünlükdür. IA müqayisədədir. Mu-da müqayisədir. Müqayisəyə aiddir. 96-da zən müqayisə yaradır. Müqayisə IA mu-la düzəlir və mu-dan sonra gələn sifət IA şərti qəbul edə bilməz. Cavab qalır, deməli, A variantı. 97-də in, at, on üstünlük dərəcəsi yaradır. Deməli, burada cavab qalır Z most colorful-dur. Colorful adidir. Mu müqayisədir. Sifətin üstünlük dərəcəsinin qarşısına Z gəlməlidir. Colorful da adidir. 98-ci testdə. Deməli, uşaqlar, match bağlayıcı olaraq müqayisə dərəcəsi yaradır. Yəni, match more difficult olsaydı, bunu götürə bilərdi. A ona görə səhvdir. Cavab burada B variantdır. Sifətin üstünlük dərəcəsinin qarşısında Z olmalıdır. Əzəz birləşməsi var. Bir də not soyaz birləşməsi var. Soyaz birləşməsi yoxdur. Yəni, cavab qalır B variantı. 99-cu testdə və yaxud 100-cü testimizə baxaq. 99-cu testdə deməli, one of üstünlük dərəcəsi yaradır. Burada Z most miserable'dir. Mu müqayisədir. Sifətin üstünlük dərəcəsinin qarşısında Z olmalıdır. Üstünlük dərəcəsidir. Bu mu'lar da müqayisəyə aid olduğuna görə yanlışdır. Cavab qaldı C variantı. 100-cü sualımız da cavab olur A variantdır. Çünki very adidir. Zən də müqayisədir. Birinci tərəfdə B variantı column müqayisədir. Mu-dan sonra IA gələ bilməz. Most üstünlükdür. Mu-dan sonra IA gələ bilməz. Cavab qaldı A variantı. Hələlik bu qədər. İnşallah növbəti sınaqlarda görüşənə qədər.